Salam, əziz və dəyərli, çox hörmətli izləyicilərimiz. Biz bu gözəl gündə, bu mərhəmət, rəhmət dolu günlərdə hər birinizi səmimi qəlbdən salamlayırıq və ilk öncə Allah bütün tutduğunuz orucları və ürəyinizdə olan bütün arzuları yerinə yetməsi diləyi ilə verilişimizə start veririk. Bilirsiniz ki, əziz izləyicilər, bizim sazlı sözlü axşam verilişimiz yeni layihəmizdir. Ramazan ayına özəl bir verilişdir. Bu veriliş həftədə bir dəfə 6-cı günləri olacaq. 6-cı günləri səhv eləmirəmsə saat 11:00-da rəsmi Ozan Media Qrup kanalında yayımlanacaqdır. Və bu verilişimizdə biz əlimizdən gələn qədər, yəni sazımızla, sözümüzlə dinimizin sıx əlaqələri haqqında mən sizlərə məlumatlar vermək istəyirəm və ona görə də verilişimizin əvvəlində bir dənə qədim aşıq havası olan Qaraçı ifamızı da inşallah ki dinlədiyinizi, bəyəndiyinizi, xoşunuza gəldiyini ümid edirik və istəyirik ki biz keçək mövzumuza. Bilirsiniz ki, söhbət sazdan, sözdən, baxın bu gözəl günlərdə ifaçılıqdan düşüb və saz alətimiz yeganə bir alət. Mən bunu çox demişəm əvvəlki verilişlərdə, amma yenə də mən bunu qeyd etmək istəyirəm. Sazımızın dinimizlə olduqca sıx əlaqələri var və bunun biz xüsusi sübutlarını da mənə elə gəlir ki, kifayət qədər sizlərə vermişik. Ona görə də biz hər zaman, hər daim sazın, sözün gələcəyi üçün çalışmalıyıq və sazımızı gələcək nəsillərə layiqli şəkildə ötürməliyik. Sazın özü 15-ci əsrdən əvvəl Ozan ləqəbli ifa olunurdu. Elə bundan başlayaq. Yəni biz bunu 7-ci əsrdən bu yana Kitab-ı Dədə Qorqud kitablarında biz buna xüsusi rastlamışıq. Ozan adlanırdı. Ki bu şamanizmdə də qeyd olunurdu. Bir çox dini ayinlər həmən o proseslər zamanı bu alətdən istifadə edirlər. O iqtisaz vəziyyəti deyirlər, iqtisaz vəziyyətinə gəlmək üçün də indiki sufilərdir, təsəvvüf əhlidir. Bu ora qeyd olunur. Amma Ozan sənəti artıq 14-cü, 15-ci əsrdən sonra, yəni o dövrdə Səfəvilər dövlətinə düşür, Səfəvilər dövlətinin yarandığı tarixə düşür. Artıq o dövrdən sonra saz, söz, artıq Ozan aşıq transformasiyası baş verdi. Bu çevrilmə oldu, Ozan aşıq oldu, keçid oldu. Yəni mədəniyyətin özü də budur. Yəni mədəniyyətə aid olan bir şeydir. Çünki mədəniyyət inkişaf olunan yerdə hər daim gözəllik olur, hər daim çiçəklik olur. Başa düşürsünüzmü? Ki saz havalarına gəlmiş olsaq, əziz izləyicilərimiz, biz bir çox xalq yaradıcılığı dərslərindən də bizə bəllidir ki, aşıq havalarını, yəni qədim aşıq havalarının xüsusi yaradıcısı yoxdur. Çünki xalqın dilindən deyək, xalqın əlindən o dövrdən indiki baxın, yaşadığımız 21-ci əsrə qədər həmən formada gəlib çıxmışdı. Yəni o aşıq havasının xüsusi bir müəllifi yoxdur. İndi müasir dönəmdə ola bilər ki, hansısa bir mahnı ola, hansısa bir saz ifaları ola ki, o yarana bilə bilər, hansısa bir müəllifi ola, amma aşıq havalarının müəllifi yoxdur, sırf müəllifi yoxdur. Ola bilər ki, onu inkişaf etdirən, ona bir çox gözəlliklər gətirən, bir çox o bizim aşıq dilində desək, güllər əlavə edən, o ola bilər, orası ayrıdır, amma sırf aşığın qədim aşıq havalar ruhani olsun, urfani olsun, Məmməd Bağır olsun, qəhrəmanı olsun, dubeyti olsun, baş sartel olsun və s. və ilə axır. Sırf bir yaradıcısını biz 100% deyə bilmərik. Çünki xalqın dilindən dilinə düşmüş, xalqın əlindən əlinə düşmüş bir şeydir bu. Ki, bunun özü də çox uzun vaxt əvvəllərə dayanır. Yəni, uzun vaxt əvvəllərə dayanır. Ki, saz havaları bizə bu dəqiqə məlum olan və Azərbaycan Aşıqlar Birliyinin də təsdiqinlə 72 havadır. Aşıq havaları. 72 havadan ibarətdir. Amma doğrudan da bəlkə də bizə məlum olmuyor, bəlkə də 200 dənə hava var. Doğrudan da 200 dənə hava var, amma bunun haqqında bizim məlumatımız olmaya bilər. Ola bilər bəzilərini bilək, ola bilər indiki dövrə qədər gəlib çata bilməsin, amma vaxtı ikən ifa olunsun. Hə, belə şeylər ola bilər, orası heç. Amma ki, bir də var ki, aşıq havalarının inkişaf etməsi, aşıq havalarının yaranması tarixi, aşıq havalarının nə vaxt yarandığı bizə məlum deyil.
ki, çünki çox əvvəlki illərə təkamül edir. Əvvəlki illərə qədər gedib çatır. Ona görə də hər daim biz sazın sözün inkişafı üçün yaşamalıyıq. Bunun üçün yaşamalıyıq. Çünki bu saz aləti, bu şeiriyyət aləmi insana həqiqətən həqiqi əxlaqı da bəxş edir. Yəni, çünki tövhidin dördüncü faydası da əxlaqdır. Yəni, əxlaqın həqiqi səbəb və mənşəyi Allahdır. Ona görə də insan əgər ki, bugün bizim ifa etdiyimiz saz alətində və oxuduğumuz bu şeirlərdə bunun necə də əks olunduğunu biz çox aydın və rahat bir şəkildə görə bilərik. Bu var. Ona görə də biz hər daim çalışmalıyıq sazın köklərini bilək. Məsəl üçün, sazda 9 dənə kök var, amma bu dəqiqə bizə məlum olan 6-sı bizə məlumdur. 6 kökü. Biz çalışmalıyıq bilək. Məsəl üçün, sazı 11 simə kim qaldırdı? Sazı 11 simə Aşıq Əmrah Gülməmmədov qaldırdı. Yəni, biz aşıqlarımızı da bilməliyik. Məsəl üçün, Borçal elində ən güclü saz ifaçılığına malik şəxs kim idi? Aşıq Əmrah Gülməmmədov idi. Ən güclü oxuma qabiliyyətinə şəxs Aşıq kim idi? Aşıq Kamandar Əfəndiyev idi. Bəs ən güclü dastan danışma qabiliyyətinə malik şəxs kim idi? Aşıq Hüseyin Saraçlı idi. Allah bu gözəl ustadlara rəhmət eləsin diləyirik. Yəni, sazı 11 simə qaldıran da Aşıq Əmrah Gülməmmədov olmuşdur. Biz bunları bilməliyik. Və sazda da qeyd etdiyimiz kimi 9 kök var. Amma bu 9 kökün yalnız və yalnız 6 kökü bizə nədir? 6 kökü bizə məlumdur. Ona görə hər daim biz çalışmalıyıq ki, ustadların o keçdiyi yolları bilək və o məşəqqət dolu yoldan, o dilləri türklər başarılı şəkildə keçməliyik. Çünki saz aləti olduqca dərin və dəriyə alətdir. Və saz alətlərinin imkanı da çoxdur. Yəni, imkanı məhdud deyil. Kim ki, deyə bilər ki, aşıq havalar xeyr, bir çox improviziyalar eləmək olar. Yəni, bu mümkündür. Sazda bir çox havalar, yəni sazın imkanları hər şeyə çata bilər. Yəni, hər mahnını sən sazda ifa edə bilərsən. İndi demirəm, indi tənqid atəşinə tutun, yəni hər havayı demirəm. Yəni, müasir xalq mahnıları olsun, müasir havalar olsun, onu biz çox rahatlıqla saz alətində ifa edə bilərik. Bu mümkündür. Nəyə görə? Çünki doğrudan da insanın özü kim olmağından asılı olmayaraq kəşf etməyə, öyrənməyə, bilməyə və qavramağa meyilli varlıqlardır. Ona görə hər daim kəşf etməlidir. Məsələn, sazda təzanə ilə ifa edirik. Bir adı da mizrabdır. Bunu bilməliyik. Saz aləti hara köhlənir, si bemoldur, dodur, məsələn, bütün köklərinin notlarına kimi biz gərək ki, hamısını qavrayaq. Və çalışaq ki, saza saz kimi yanaşaq, saza saz kimi hörmət eləyək, sazın necə bir alət olduğunu qavrayaq və ona uyğun da bu alətə davranaq. Maksimum dərəcədə saz alətini biz dərindən qavrayaq. Yəni, sırf ifaçılıq ilə hər şey bitmir. Təbii ki, ifaçılıq da, oxumaq da öz yerində çox mühüm olan şeylərdir. Amma ifa etdiyimiz alətin tarixini, qədimliyini mümkün qədər biz qavramalıyıq, mümkün qədər biz bilməliyik. Bu yolda addımlar atmalıyıq. Ona görə də hər daim ifalarımızı, oxumaqlarımızı, şeirlərimizi də yaddan çıxartmadan maksimum şəkildə çalışmalıyıq və öyrənmək olsun, bilmək olsun, qavramaq olsun və s. və ilaxır hamısını biz dərindən bilməliyik. Ona görə də elə mən bugünkü verilişimizi çox da uzatmaq istəmirəm, ilk verilişimizdir. Artıq deyəsən bizim 9 dəqiqəmiz mi, bilmirəm indi təxmini neçə dəqiqəmiz tamam, 9 dəqiqədirmi, neçə dəqiqədir? Hə, ona görə hər daim çalışmalıyıq ki, saza saz kimi dəyər verək, saza saz kimi davranaq, ona davranış qaydalarını bilək, onun keçmiş tarixini bilək. Ona görə, nəyə görə? Türkün simvolu olub saz aləti. Türkün simvoluna çevrilmişdir bu alət. Bunu biz əminliklə deməliyik, bilməliyik. Ona görə, nəyə görə deyirlər? Türklər hər zaman döyüşə gedəndə bir əlində qılınc olub, bir əlində də saz olub. Həmişə döyüşü udub gələndən sonra, döyüşdə qələbə qazandıqdan sonra bu qələbəni sazla qeyd edirlərmiş, sözlə qeyd edirlərmiş.
Bunu biz qavramalıyıq, bunu biz bilməliyik. Dərindən bilməliyik. Elə ona görə gəlin çox uzatmayım. Vaxtımız da mən elə gəlir 10 dəqiqəmiz tamamdır. Yoxsa bilmirəm. Hə, 10 dəqiqəmiz də artıq demək olar ki, tamam oldu. Yavaş-yavaş inşallah ki, biz növbəti saz ifalarımıza mən keçmək istəyirəm. Və bu saz ifamızdan sonra da inşallah ki, gələcək verilişlərimizə qədər, görüşənə qədər deyilir. Normalda bizim iftar verilişlərimiz olur. Xüsusi vaxtlarda iftar verilişlərində biz iştirak edirik. Bu verilişi də yeni yarandı. Ramazan ayına özəl hər həftədə bir dəfə olur. Hər 6-cı günü saat 11:00-da rəsmi Ozan Media Qrup 11:00-da rəsmi Ozan Media Qrup kanalımızdan canlı şəkildə izləməyi unutmayın. Bu verilişimizi biz buna həsr elədik. İnşallah ki, əlimizdən gələni etdik diləyirəm. Vaxtımız da məhduddur, olduqca mən üzürü sayın diləyirəm. Ona görə gəlin çox da uzatmayın. Bir saz ifamızdan da bugünkü verilişimizi qutarım. Allah tutduğunuz oruçları 23:00 Allah tutduğunuz oruçları qəbul eləsin. Allah Ramazan ayınızı qəbul etsin diləyir. Ramazan ayınız mübarək olsun. Üzrü say, mən 11:00 deyirəm, 23:00-da olacaq. Ola bilər. Ola bilər, bəs fikir qarışıqlığı baş verdi bizdə. İnşallah ki, bugünlük mən sizinlə sağollaşıram, əziz və dəyərli izləyicilərimiz. Gələcək verilişlərimizdə görüşənə qədər diləyirik. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Bir gözəl saz ifamızla bugünkü verilişimizi sonlandırırıq. Sağ olun.